Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri Azərbaycan Dövlət Aqrar Universitetində səfərdə olublar. Qonaqlarla görüşən universitetin rektoru Zəfər Qurbanov, ali təhsil müəssisəsində həyata keçirilən ikili diplom proqramları, mövcud maddi-texniki baza, kənd təsərrüfatı müəssisələri, eləcə də milli və transmilli şirkətlərlə qurulan əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. Rektor bildirib ki, universitetin əsas prioritetlərindən biri məzunların işlə təmin olunmasıdır. Bu istiqamətdə təhsil proqramları əmək bazarının tələblərinə uyğunlaşdırılır, tələbələrin karyera inkişafına dəstək mexanizmləri tətbiq edilir. Eyni zamanda, bakalavr pilləsi üzrə tədris proqramlarının yenilənməsi də diqqət mərkəzində saxlanılır. Görüş çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı nümayiş etdirilib. İctimai Şuranın sədri Azərbaycan Quş əti, Yumurta istehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin rəhbəri Mürvət Həsənli çıxış edərək ADAU-da olmaqdan məmnunluğunu ifadə edib və bu ali təhsil müəssisəsinin məzunu olduğunu vurğulayıb. O, universitetlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirərək əlaqələrin davamlı inkişafının vacibliyini qeyd edib. Rəsmi hissədən sonra qonaqlar universitetin müasir laboratoriyaları, innovasiyalar mərkəzi, ADAU TV internet televiziyasının studiyası, Gəncə Dövlət Aqrar Kolleci, Tələbə Parkı, Baytarlıq Təbabəti Fakültəsinin maddi-texniki bazası, istixana kompleksi, eləcə də açıq və qapalı balıq yetişdirmə laboratoriyası ilə yaxından tanış olublar.